Salam dostlar. May ayında çıxan kitabları sizə təqdim edəcəm. May ayı bizim ən məhsuldar ayımız olubdu. 60 kitab nəşr etmişik. Və bunların arasında təkrar nəşrlər var, çox az sayda və elələri vardı, tamamilə yeni, ilk dəfə Azərbaycan dilində nəşr olunur. Azərbaycan poeziyası seriyasında bu may ayında Rəsul Rza və Qasım bəy Zakiri nəşr etmişik. Əla seriyadır bu seriya, mütləq hər bir evdə olmalıdır. Azərbaycan yazarlarından Vüqar Amrah, bu Hemingway təkrar nəşrdir, Əsrimizin Siyavuşu. İngilis dilində də bəzən kitablar buraxırıq, bunu mütləq oxuyun. Letter from a Stoic, Stoikin məktubları əladır, mütləq oxuyun. Azərbaycan dilində də tez bir zamanda olacaq. Və müharibəyə həsr olunmuş Etibar Muradxanlının kitabı ilin 5-ci fəsli. Əgər doğrudan da ciddi roman oxumaq istəyirsinizsə, ədəbiyyatçılar, xüsusən jurnalistlər, filoloqlar mütləq Çimamandanı oxuyun. Çox böyük mükafatlar qazanıbdır və əla romançıdır. Yeri gəlmişkən Barack Obamanın da sevdiyi romançılardan biridir. Və Azərbaycan bir məktəbli var, Ömər Pirverdi. Onun Oskar və Sonuncu Ümid kitabı var və yaxşı bir uzun hekayədir. Hər halda belə istedadlı uşaqların olmasına çox sevinirəm. Şərif Ağayardan Rəng Mühəndisi yeni romanı çapdan çıxıbdır. Böyük bir kitabdır. Müasir yazarlarla tanış olmaq istəyirsinizsə Şərif Ağayarı mütləq oxuyun. Oksana Vasyakina bu yara əsəridir. Rusiyadan xarici dillərə tərcümə olunan az yazıçılar var. Oksana yeni gənc yazısıdır ki, başqa dillərə də tərcümə olunubdur və çox gənc yaşlarından yazmağa başlayıbdır. Tövsiyə edirəm, oxuyun. Mövzu sizi çəkəcək, əminəm. Bizim Qeyri-Adi Həyat seriyası var. Stephen Hawking bu dəfə bu seriyadadır. Bu əsasən bax belə gözəl deməli rəsmlərlə daha çox məktəblilərə ayrılan, məktəblilər üçün nəzərdə tutulan seriyadır bu. Böyük adamların, ondan böyük kəşflər edən, insanlığa, bəşəriyyətə böyük tövhələr verən insanlardan bəhs edən bir seriyadır. Və sizə biznes, eyni zamanda psixologiya ilə maraqlananlar üçün Erik Berindən 2 kitab təqdim edirəm sizə. 2 kitab. Mükəmməl müəllifdir. Mütləq bunu oxuyun. Bundan əvvəl biz insanların oynadığı oyunlar kitabını nəşr etmişdik. Siyavuş Quliyevdən Ruh Sağlam, bu da yerli müəllifdir. Uşaq psixologiyasından yazan müəlliflərdəndir. Sabir Rüstəmxanlıdan 15-ci cild, nəhayət 15 cilddə çıxan Sabir Rüstəmxanlının seçilmiş əsərləri tamamlandı bu cilddə. Anar haqqında, Anarla söhbət Pərvinin kitabıdır. Böyük bir müsahibədir, bir kitab halına salınıbdır. Nino seriyası ilə tanış olun. Uşaqlar bunu çox sevir, qızlar xüsusən. Bu 5-ci səhv eləmirəmsə kitabdır. Amma davam edir. Əla kitabdır, əla seriyadır ümumiyyətlə. Və rusca kitab buraxırıq. Pərniş Sənin, Mənim Payım, Maya Dolya artıq rus dilində də var və bu kitabı oxuya bilərsiniz. İndi keçək, kitablar çoxdur. Belə yerləşdirim bunları soldan sağa. Və burada Luisa Hay'dən həyatını yaxşılaşdıracaq meditasiyalar, bu isə öz bədənini sev. Luisa Hay'ı artıq tanıyırsınız. Agatha Christie'dən yeni kitab var, detektiv sevərlər üçün Erkülün Qoçaqlıqları. Bu isə Karatay pəhrizi yeməklə, özünüzə qulluq etməklə bağlı yaxşı bir kitabdır. Bu isə Ələkbər, Şahzadə Məryəm, Erman və Şahzadə Məryəm. Bu da belə çox fantastik bir hekayədir. Mən doğrusu bunu oxudum və müəllifi dəvət elədim ki, mən xoşum gəldi, bir nəşr çap edək. Elə görək necə alınır uşaqlar üçün. Bu qısa xətt deyə bilənlərin hekayəsi Hüseyin Kural. Bu da bir demək bədii bir kitabdır. Bzejinskinin Böyük Şahmat taxtası bu təkrar nəşrdir. Bunu tanıyırsınız yəqin. Mən heç bilməzdim ki,
60 kitabı təqdim eləmək belə uzun vaxt aparacaq doğrusu. Çoxdur. Fuad Cavadzadənin kitabıdır. Bu daha çox mexanika ilə bağlıdır. Bəyaz gecələr, 3 dildədir Bəyaz gecələr, türkcə, rusca, ingilis dilində. Cəfər Cabbarlıdan, mini klassikadan ümumiyyətlə Sevil və Nəsrəddin Şah. Oğuz Ayaz, bu da gənc yazıçıdır, onun ilk romanıdır. Mən ölərkən Faulknerin yeni tərcüməsidir. Bu tərtəmiz yeni və ingilis dilindən tərcümə olunubdur. Məcəllələrə davam edirik, yəni hüquq ədəbiyyatına davam edirik. Əmək məcəlləsi yeni çıxıbdır. Bu kitabla mütləq oxuyun. Tanrının hekayəsi mükəmməl tərcümə və əla bir kitabdır. Mütləq bunu oxuyun. Zərduş Əlizadənin 2-ci Respublikanın sonu kitabı yeni nəşrdir və bu əslində bütün xalq hərəkatı dövrünə fərqli bir baxışdır. Zərduş Əlizadənin öz yazı üslubu var, öz baxışı var və biz hesab elədik ki, o tariximizi yaxşı bilmək baxımından, fərqli bir fikir öyrənmək baxımından faydalı bir kitabdır. Mütləq əldə edin. Yenə də Cinayət Məcəlləsi, məcəllələrə davam edirik. Uşaqları da unutmamışıq, onlar üçün rəssamlığı öyrənirəm. Belə bir kitabdır və ensiklopediya, məktəbli ensiklopediyası seriyasından nəqliyyatlar və maşınlar. Təkrar nəşrdir, Gün var əsrə bərabər. Bu çox soruşulan kitabdır. Tanrıdan soruş. Bu da yeni bir kitabdır. Agatha Christie'dən yeni biznes psixologiya, xəbərim var. Biologiya, niyə alırıq? Əla kitabdır, mükəmməl kitabdır. Belə bir kitabların Azərbaycan dilində olmasına çox sevinirəm. Mən yalnız son sərgidə bildim ki, Şmitlə bağlı Erik Şmiti xüsusi gözləyən oxucular var. Buyurun, onun növbəti və ən böyük kitabı. Mükəmməl kitabdır, əla kitabdır. Romandır özüdəki. Ümumiyyətlə çox gözəl yazır. Mənim çox bəyəndiyim yazıçılardan biridir, fransız müəllifidir. Yeni bir roman, mülki prosesual roman yox, hüquq kitabı. Biz elə bu hüquq kitablarını da roman kimi nəşr edirik. Belə. Öz nəyini tap. Bu çox vacibdir yəni. Mən bir işi nə edirəm, niyə edirəm? Bu çox vacibdir. Hər hansı bir işi görürsənsə mütləq bu suala cavab tapmalısan birinci və sonra o işi görməyə çalışmalısan. Bax belə, Simon Sinek gözəl müəllifdir. Mən bu kitabla bağlı bir cümlə deyim. Əgər siz öz övladınıza yaxşılıq eləmək istəyirsinizsə, mütləq bu kitabı ona oxudun. Yeniyetmələrin 7 vərdişi. Ümumiyyətlə, Stephen Covey 7 vərdiş kitabını yazdı, o dünya bestsellərinə çevrildi. Onun oğlu da bir kitab yazdı yeniyetmələr üçün, bu da dünya bestsellərinə çevrildi. Oxudun uşaqlarınıza bu kitabı, yeniyetmələrə və görəcəksiniz ki, onların gələcək həyatını nə qədər yüngülləşdirmiş olacaqsınız. Ən böyük hədiyyədir uşaqlar üçün, əziz valideynlər. Buyurun. Bu isə Dərviş və Ölüm. Nəhayət, uzun illərdir biz bu kitabı hazırlayırdıq. Copyrightını tapmağa uzun vaxt getdi və s. və biz bunu nəhayət çap etdik. Mükəmməl bir roman, roman sevənlər üçün. Ağalar Məmmədovun yeni, daha doğrusu kitabını təkrar nəşr etdik. Bizdə bu artıq 2 dəfə nəşr olunubdur. Bu 3-cü nəşrdir, bəli. Money Moon seriyası yeniyetmələr üçün gözəl bir seriyadır. Çox gözəl. Məktəblilər mütləq yay tətilində bu kitabı oxusunlar. Roland Dahl, bu da mükəmməl müəllifdir. Matilda, Şokolad Fabriki, Charlie və Şokolad Fabriki onun çox məşhur əsərləridir. Sən Əjdahasan seriyasında xanımlar, bu kitabı mütləq oxuyun. Masanızın üstündə saxlayın. Sizə öz güvən gələcək, öz işinizi quracaqsınız. Rahat yaşamağa başlayacaqsınız. Bu kitabı oxuyun mütləq. Qeyri-adi həyat seriyasından da Steve Jobs'un kitabı. Baxın, həm şəkilli, bunlar məktəblilər üçündür. Yəni bir var ki, Steve Jobs'u biz buraxmışıq çox qalın. Onu artıq iş adamları mütləq oxumalıdır. Bu isə məktəblilər. İndidən oxuyun və iş dünyası ilə dərindən, yaxından tanış olun. İş dünyasını bilməyiniz mütləq vacibdir. Bu sizin gələcəyinizin xəritəsini sanki cızırsınız indidən bu kitabları oxumaqla. Mələyin Oyunu yenicə oxuyub bitirdiyim romandır. Roman sevərlər mütləq bu kitabı oxuyun. Görün ki, romanı necə maraqlı yazmaq olar.
necə maraqlı bir romanlar var ümumiyyətlə, həyəcanlı, ondan sonra doğrudan da belə bitirməsini istəməyən, təsirli, insanın içinə, ürəyinə, qəlbinə təsir edən romanlar. Gününüz uğurlu olsun. Elə bir gününüz olsun ki, o gününüz, yəni kitabsız heç bir gününüz olmasın. Çalışın kitab gününüzün ortasında olsun, əlinizdə olsun, çantanızda olsun, hər yerdə kitab olsun. Xoş mütaliələr arzu edirəm, uğurlar.